Hə, görürəm özünü evindəki kimi hiss eləyirsən. Yox əşi. Ümumiyyətlə sənin evin var? Heç evinə gedirsən? Deyirəm qəfildən müəllimin işi çıxar, məni axtarar, ona görə də buradan getmirəm, neyniyim? Narahat olma. Lazım olsan zəng eləyib çağırar. Hey, dayan görüm. Məhbubə xala hardadır? O dəfə soruşanda demişdim Humayun, mən bilmirəm. Ondan görüşəndə nəyə görəsə qorxa-qorxa sənin adını çəkirdi. Üstəlik bizi izləyirdin, özüm gördüm. Buna nə deyirsən? Yox, yalan danışır. Bəs niyə heyecanlanırsan? Mən həyəcanlanmıram. Hey, o hanı? Hardadır? Ona neynəmsən? Humayun, Söhbəti uzatma, o hanı? Ondan nə ədavətin var? Humayun, məni burax. Atamın ondan nə ədavəti var? Atanın buna nə dəxli var? Çünki sən atam nə desə o işi görən bir itsən, it! Bunu get atanın özündən soruş. Məni sorğusal eləmə. Ata, mən səndən danışmalıyam. Yaxşı oğlum. Amma gəl çörək soymamış. Yox, Qaymaq yeyək, çay içək, sonra rahat oturub danışarıq. yox ata, bu çox vacibdir. Biz elə indi söhbət eləməliyik. Hə, yaxşı. Onda gəl gedək içəri. Götür ye oğlum. Çörək soyuyur ha. Yox, sağ ol. Yaxşı, özün bilərsən. Məhbubə adlı qadını hardan tanıyırsan? Ya, mən elə bir qadın tanımıram. O mənə bu məktubu qoyub getmişdi. O indi hardadır? Oğlum, sən yad bir adamın yazdığına inanırsan? Axı belə eləmək olmaz. Niyə mən sənə qarşı ehtiyatlı olmalıyam? Nədir, öz atamdan qorxaraq yaşayacağım? Humayun, oğlum, bu məktubda yazılanların hamısı böhtandır. Mən sənin anana nə pislik eləyə bilərəm? Öz həyat yoldaşıma. Onda niyə o qadın birdən-birə yoxa çıxdı? Mən hardan bilim? Ata, mən o qadını tapacağam. Əgər onun sözündə az da olsa həqiqət eşitsəm, qarşında oğlunu yox, yad bir adamı görəcəksən. Onu elə o vaxt yox eləmək lazım idi. Dursun xan, Dursun xan. Budur.
Gör indi necə problemlər yaranıb. Necəsən Humayun? Dursun xan, Eşidirəm. atamla danışdım. Dedi ki, Dursun xana desən, səni Məhbubənin yanına aparar. Məhbubənin? Hə, O hardadır ki? mən nə bilim. Atam dedi ki, Dursun xan bilir. Mən bilmirəm. Qoy özündən soruşum, bəlkə nəyisə səhv salıb. Ay səni Humayun. Belə dedi? Yaxşı ki, onun sözünə aldanmamısan. Mən o qədər də sadəlöv deyiləm, ustad. Humayun bundan dayanmayacaq. Deyəsən bu işə ciddi girişib. Onsuz da Məhbubəni tapa bilməyəcək. Amma yenə də sən biraz ehtiyatlı ol. Yaxşı. Ha, sizə bir söz demək istəyirdim. Pul vermək üçün Gülsümün evinə getmişdim. Yazıq qadın çox pis vəziyyətdədir. Dursun xan, tezliklə bayramdır. Qudalara da hədiyyələr alıb göndərməliyik. Ona görə də sən indidən hazırlığını gör. Yaxşı. Hə, Dursun xan, Eşidirəm. o biri evinə heç maraqlanırsan? Ha, tez-tez maraqlanıram. Narahat olmayın. Vaxtaşırı gedib həyat bacanı yığışdırıb gəlirəm. Yaxşı, belə eləyirsənsə lap yaxşı. Gedə bilərsən. Yaxşı.